ən birinci növbədə xalq və seçici bilməlidir ki, deputat onların yanındadır. O heç vaxt peşman olmamalıdır ki, o mənə səs verib. Və mən də heç vaxt peşman olmamalıyam ki, mən bu sahəni deməli, rəhbərlik edirəm, seçilmiş bir deputat kimi o insanların yanındayım. Yoruluruq, biz üçün çox çətindir. Bəzi vaxtı qeyri-obyektiv mövqelərlə də rastlaşırıq. Amma bir məna olaraq biz də bilirik ki, biz ideal deyirik. Və bir çox qaldıran məsələlərin həll olub olunmamasında da bizim necə ki, çox mənəvi cəhətdən əziyyət çəkməyimiz də var. Bilirlər ki, 4-cü gün Novruz Aslanın qəbuludur. Hamı bunu bilir, bütün İsmaili bilir, bütün kəndlər bilir. Kimin problemi varsa, kimin işi varsa gəlir, mənə müraciət edir. Mən bir mənalı olaraq buradan fürsətdən istifadə edib seçkilərimə müraciət edirəm. Həmişə də onlara demişəm ki, onlar bir şeydə arxayın olmalıdırlar ki, mən əlimdən gələni onlar üçün etməyə həmişə hazıram. Əgər nəyi etmişəmsə, təbii ki, xoşları olsun. Və qeyd eləmək istəyirəm ki, amma nəyi edə bilməmişəmsə, məni çox qınamasınlar. Deməli, gücüm çatmayıb, deməli, imkanım çatmayıb. Deməli, haradasa mənim də hüquqlarımın bir sərhəddi var. Mən fövqal bir adam deyirəm, deputat olanda nə olar ki? Yaptaq ki, nazir olsun, komitə sədri olsun, kim olursa olsun. Hər bir insanın, dövlət məmurunun müəyyən sərhədləri var, imkan daxilində. Biz qanundan kənar hansısa bir fövqal bir hərəkət eləyə bilmərik. Ona görə də bizim seçkilərimiz də bunu bilməlidir ki, bəli, kiminsə müraciətini həll eləyə bilirik, ona kömək ola bilirik, amma bəzilərinin müraciətlərin bizə çox vaxt aid olmadığı halda və o cümlədən imkanlarımız olmadığı halda onlar bizdən inciməməlidirlər. Amma yenə də biz onların yanındayıq, yenə də ola bilər məsləhət veririk onlara ki, bu işdə bu dərəcədə bu addımı atsanız daha da yaxşı olar.